Bugün gəlin Tanrının ikinci dəfə gəlməsinin səbəbi adlı xütbə ilə Tanrının kəlamını öyrənmək üçün biraz vaxt ayıraq. Gəlin Vəhiy 5-ci fəsil 1-ci ayəyə nəzər salaq. Mən taxta oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və 7 möhürlə möhürlənmişdi. Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir. Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir? Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. Əgər müqəddəs kitabın bütün sözləri gizli qalsa və heç vaxt açılmasa, bu bəşəriyyət üçün böyük bir faciə olardı. 4-cü ayə. Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. Onda ağsaqqallardan biri mənə dedi, ağlama. Budur, Yahuda qəbiləsindən olan aslan Davudun kökü qalib gəlib, buna görə də o tumarı və onun 7 möhürünü aça bilir. Həvari Yəhya bütün bəşəriyyətin cəhənnəmə getməyə məcbur olduğu bədbəxt vəziyyət haqqında bir vəhiy gördükdə, ağsaqqallardan biri Həvari Yəhyəyə dedi. Yahuda qəbiləsindən olan aslan Davudun kökü qalib gəldi. O, kitabı və onun 7 möhürünü açmağa qadirdir. O zaman bəşəriyyətin həsrətlə gözləməli və ümid etməli olduğu yeganə varlıq Davudun köküdür. Biz onunla qarşılaşmalıyıq. Günahlarımızın bağışlanmasını alıb, əbədi həyat qazanıb və səmavi padşahlığa daxil olmağımızın yeganə yolu bu deyilmi? Həvari Yəhya göydə, yerdə və ya yerin altında heç kim tumarı aça bilmir deyə eşidəndə çox ümidsizliyə qapılmışdı. O, ümidsizlik içində ağlayanda ağsaqqallardan biri onun yanına gəldi. O, Həvari Yəhyəyə dedi, Davudun kökündən başqa bizə müjdənin sirlərini öyrədə biləcək heç kim yoxdur. Bu, yəqin ki, Həvari Yəhyə üçün çox rahatlaşdırıcı idi. Bəs Davudun kökü kimə aiddir? Gəlin Vəhiy 22-ci fəsil 16-cı ayəyə nəzər salaq. Yenə deyir, mən isə öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən, o kimdir? Davudun kökü və nəsli. Davudun kökü kimdir? O, İsadır, lakin o, birinci gələn İsadır, yoxsa ikinci gələn İsadır? İkinci. Bu, birinci gələn İsa'nın göyə qalxmasından təxminən 60 il sonra idi. Məsihin təbliğ etdiyi müjdə qaranlıq əsrlərdə ləğv edildi, müqəddəs kitab möhürləndi. Pasxa, şənbə günü və yeni əhdin bütün həqiqətləri ləğv edildiyi üçün bu dövr həqiqət işığının olmadığı qaranlıq əsrlər kimi təsvir olunur. Vəziyyət belə davam edərsə, bəşəriyyət üçün ümid yoxdur. Onlar heç vaxt xilasa ümid edə bilməzlər, nə də səmavi padşahlığa ümid edə bilməzlər. Bu, çox kədərli və uğursuz bir vəziyyət olacaq. Buna görə də Luka 19-cu fəsil 10-cu ayədə isə deyir, mən itirilmiş şeyləri axtarıb qurtarmağa gəlmişəm. Həmçinin İbranilərə 9-cu fəsil 27-ci və 28-ci ayələrdə yazılıb, o, xilas gətirmək üçün ikinci dəfə zühur edəcək. İnanıram ki, siz artıq bu təlimləri çox öyrənmisiniz. Əgər xilasımız üçün olmasaydı, Tanrının ikinci dəfə gəlməsi üçün hər hansı bir səbəb ola bilərdimi? Tanrı artıq bilirdi ki, övladlarını tək qoysa, onların ruhları cəhənnəmdə əbədi cəzaya düçar olacaq. Buna görə də səmavi ata və səmavi ana bu yerə gəlib və səmavi övladları səmavi səltənətə aparırlar.